Oktyabrın 21-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək, temperatur gecə 14-16, gündüz 17-20 dərəcə isti olacaq, atmosfer təzyiqi isə 765 mm civə sütunu təşkil edəcək. Naxçıvanda da sabah gün ərzində arabir yağıntı ehtimalı var. Temperatur 16-19 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağış yağacaq, şimşək çağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq. Leysan xarakterli olacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə sulu qar yağacaq, bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 9-14, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.